Əgər siz də mənim kimi bu cür zərif, hündür bir piroq hazırlamaq istəyirsinizsə, videomu sona qədər izləməyi unutmayın. Əvvəlcə bir qabın içərisinə 4 stəkan unu ələkdən keçirərək əlavə edirik. Daha sonra üzərinə 2 stəkan şəkər tozu və 1 paket vanil də əlavə edib qarışdırırıq. 250 qram yumuşaq kərə yağını da əlavə edib əllərimizlə umac halına gətiririk. Və bu umacdan 1 stəkan ayırıb kənara qoyuruq ki, axırda üzərinə səpəcəyik. 4 ədəd yumurta və 1 stəkan qatığın üzərinə də 1 çay qaşığı soda əlavə edib qarışdırıb bura əlavə edirik və hamısını bir kütlə halına gələnə qədər çırpıcı ilə qarışdırırıq. Daha sonra zövqə görə qozu da xırda-xırda doğrayıb bura əlavə eləyə bilərsiniz. Bu tam olaraq zövqə görədir. Siz qozun yerinə hər hansı bir meyvədən də istifadə eləyə bilərsiniz. Formamızı əvvəlcə yumuşaq kərə yağı ilə yağlayıb, daha sonra un səpib xəmirimizi bura əlavə edirik və üzərini düzləşdirib, sonda da videonun əvvəlində kənara qoyduğumuz qırıntıları da üzərinə səpirik və 180 dərəcəli sobada 40-45 dəqiqə ərzində bişiririk. Və budur dostlar, piroqumuz artıq hazırdır. Çox ləzzətli bir piroq alınır və çox da asan hazırlanır. İnanıram ki, siz də bu reseptlə hazırlasanız çox bəyənəcəksiniz. Əgər videomu da bəyəndinizsə, like edib abunə olmağı da unutmayın. Gələn videolarda görüşənədək inşallah hələlik.